Ateş düşər torpağa, eşq olar, Mövlam rüsxət verər, o eşq gül açar. Açan güllər üstündə gül könlünüzə, bir dua yetər ki, bizdən sizə gəlsin. Səhərlər qəlbinizi hansı xeyir əməllərlə açmaq istəyirsinizsə, Tanrı o əməlləri, o qapıları açsın üzünüzə. Gülün gözəli baharda çiçək açandırsa, insanların gözəli məqamında umulmayacaq bir salam göndərəndir. Biz də salamlarımızı göndəririk. Tanrının ən müqəddəs kəlamı olan salamımızı göndərib öz savabımızı qazanırıq. Və beləcə dünyada könlümüzdən, ürəyimizdən keçən ən xoş arzularımızı sizlərə göndərmək diləyindən günaydın deyirik. Ay bizim yolumuzu həsrətlə, səbirsizliklə gözləyənlər, hər vaxtınız xeyir olsun. Sazımızın, sözümüzün, muğamımızın, milli dəyərlərimizin yolunu gözləyənlər, bax beləcə bir gözəl şərili havası ilə sabahlarınızı salamladıq. Bugünkü verilişimizə körpü salacaq qonaqlarımız isə sazımızın və sözümüzün belecisi və folklorumuzun və bütün aşıq sənətinin varlığı ilə keşiyində duran Məhəmməd Əli müəllim Məşədiyev, eyni zamanda bizim Azərbaycanımızda səsi ilə, nəfəsi ilə seçilən elə Azərbaycan bülbülü deyək, Şöhrət Kərimov və bu şirin barmaqlarından bu havacatı ilə səhər-səhər elə könlümüzü, ruhumuzu sehrləyən Əfqan Kəlbəcərli və hər iki aşığımızı Balaman'da müşayiət edəcək Balaman ustamız isə İbadət Kəlbəcərlidir. Beləcə bu qonaqlarla bir daha ekranlarınıza sizin qapılarınızı, könül dünyanızın qapılarını döyməyə gəlib dedik. Sabahlarınız xeyir olsun. Xoş gördük hər birinizi. Necəsiz Məhəmməd Əli müəllim? Xoş gəlmisiniz. Əvvəla Çiçək xanım ekran qarşısında əyləşib səhər-səhər bizə tamaşa edən, bizi dinləyən bütün xalqımızın deyirəm sabahları xeyir olsun. Bu yaradıcı heyətin sizin sabahlarınız xeyir olsun. Azərbaycan xalqının sabahı xeyir olsun. Mən arzu edirəm ki, hər bu səhər-səhər gələn zəng, döyülən qapı bizim hər bir vətəndaşımızı sevinçlə, yeni bir müjdə ilə sevindirsin. Çünki xalqımız buna layiq bir xalqdır. Xalq sevinməyə haqqı olan bir xalqdır. Çünki belə bir zəngin mədəniyyəti, belə bir zəngin dəyərli insanlar olan millət həmişə sevinməyə haqqı vardır. Və bu televiziyada, mən başqa kanallarda olsam da televiziyada mən birinci dəfə oluram. Bu televiziyanı da alqışlayıram. Bütün yaradıcı heyəti, rəhbərlikdən sıravi bir işçiyə qədər hər birinə çox sağ ol deyirəm. Məni dəvət etdiyinizə görə xalqımıza da hiss edirəm ki, indidən duyuram ki, elə sənətçilərlə burada əyləşmişik ki, sizin köməkliyinizlə xoş bir ovqat əhval-ruhiyyə bəxş edə biləcəyik.
İnşallah Teşekkür Allah qismət eləsin. Teşekkür ediyorum Mehmet Ali müəllim. Mən iki aşığın birindən də bir salamlaşmanı alım. Mən bilirəm ki, Əfqan yenə deyəcək ki, yenə tezdən durursan, sabahımsan mənim, sabahın xeyir. Bir daha mən də xalqımızı bu gözəl gündə salamlayıram, sabahın xeyir deyirəm. Və şairin dilindən deyirəm ki, yenə məndən qabaq oyanmısan sən. Sabahımsan mənim, sabahın xeyir. Əlvan çəhrə boyanmısan sən, ay bağ çəmənim, sabahın xeyir. Kim deyir sevgidən usanmısan sən? Sevgidən doyası insanmısan sən? Çıxıb yolum üstə dayanmısan sən, gözü yol çəkənin, sabahın xeyir. Açıqdır qəlbimiz bir ümman kimi, genişdir süfrəmiz asiman kimi, mənimlə hər işə qəhrəman kimi qol-qola gələrin, sabahın xeyir. Bir daha deyirəm Çiçək xanım, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun, sizin dilinizlə salamlayırıq və söhbəti yenə Məhəmməd Ali müəllimə ötürürəm. Bilirəm ki, Məhəmməd Ali müəllimin mütləq Üstad kəlamından ünvanlanacağı şeirlər olacaq. Məhəmməd Ali müəllim Həzrət Əli deyirdi ki, tanımaq üçün danışın. Çünki insan dilinin altındadır. Və söyləmək dil işidirsə, anlamaq qəlb işidir. O baxımdan elə dilimiz söyləsin, qəlbimiz anlasın və elə ustadlar sayağı, ustadlar yolunu, ustad ədəbərkanını gözləyən Məhəmməd Ali müəllimdən ustad kəlamlarını alaq eləksə. Bilin bu dəhri fənada hərə bir növ cəlal istər. Kimi talibdir üqbaya, kimi dünyada mal istər. Kimi sidqi ilə könüldən tutmuş haqqın damənindən, kimi məddahı mövladır, kimi göyçək camal istər. Kimi mətləbinə edifdir kamidil hasil, kimi həsrət qalıb yarı fələkdən bir macal istər. Kimi qəvvaz olub cunmuş qəhərlə qəri dəryaya, kimi səyyad olub çıxmış uca dağdan qəzal istər. Ona dağdan verir ruzi, buna ol qəri dəryadan. Bu mətləbi qanan kimsə haram gəziləz, halal istər. Bu mətləbi qanan çoxdur, mütəlləq etiqat etməz. Bu əmrə etiqat etmək dərin mərifət kamal istər. Demə dünyada qafil qalır bu dünyanın malı. 5 aşinav geyən kimsə utanmaz yaşıl hal istər. Demə dünyada zalım mələk əl-müftü alır canı, yuyar qəssal qoyar qəbrə gəlir neçrəyən sual istər. Demə zahid mənəm alim, oxuram əntə subhanı, siratdan keçmək istəyən xudadan pəribal istər. İyidlər olmasın məğrur, fəth nüsrət xudadandır. Bir Allah istəyən şəxsi sevər küllü mahal istər. Əl-əskər zar-ı dil xəstə deyər ey sərv xuramanım, mənim bunu atavan könlüm səni aşıftı hal istər. Allah Allah. Əl-əskərə rəhmət. Sən demə, Əl-əskərdə qəzəllər də gözəl alınırmış. Bəli, bəli. Ustad dilindən qopan, bəli, Allah sevdiyi bəndəsini bütün el, oba, bütün mahal istərdi. Oradan da nə gözəl kəlam idi. Həzrət-i Mövlanədən soruşurlar ki, ya Mövlanə, bu qədər oxuyursan, bu qədər yazırsan, sənin öyrəndiyin, bildiyin nə oldu? Deyir, bircə şey bildim, hər yerdə öz həddimi bildim. Əhsən. Həddimi öyrəndim. Məhəmməd Ali müəllim, həddini bilən, sözünü bilən, sazımızın yerini, dəyərini bilən bir ziyalımızsınız, folklorşünasınız və əslində elə siz mənim özümə, mən bilirəm ki, rəğbətən, hörmətən biraz cana yüksək dəyər versiniz. Mən bilirəm, bu sizin özünüzün o böyüklüyünüzdən, iş dünyanızdan gəlir. Əslində elə biz özümüz də, bax bu aşıqlarla bərabər çox şey sizdən öyrənirik. Və o baxımdan elə bax bu aşıqlığın yerini bilmək, sənətin yerini bilmək, aşıqların öz həddini, öz sözünü, öz yerini bilməklə başlayaq, aşıqlarımızın birinə söz ötürək, elə şöhrətin özünə söz ötürək. Bir qısaca, bir balacana bir açıqlama verin bu barədə. Bilirsiniz, Çiçək xanım, ümumiyyətcə aşığam deyən kəs, indi əvvəllər keçdi, bax bu son dövrlər, Əl-əskər dövründən sonra gələn aşığam deyən kəs, mükəmməl aşıq olmaq istəyirsə, hökmən elə bir ki, o da o kişiyə qismət oldu, aşıqlığın nizamnaməsini yazmaq. O 5 bənd ki, deyir, aşıq olub, diyar gəzənin, əzəl başda pürkamalı gərəkdir. Onun hər bir sözünə əməl eləməlidir. Elə bilsin ki, onun nizamnaməsidir, onun qanunudur.
Doğrudan da bu belədir. Aşılığın himnidir. Himnidir. Bəli, bax onun bircə cümləsini belə. Bir kənarda- sözünü belə bir yerindən sözünü belə oynatmalı. yerində ona əməl eləməsə, Bəli. o deməli hardasa işi alınmayacaq, axsayacaq. Çünki aşçılıqda bir neçə sənət cəmləşibdir. Vacib məsələlər var ki, aşçılıqda cəmlənibdir. Bunların hamısının da başında görürsən deyir mərifət, qanacaq, tərbiyə, oturmaq, durmaq, sözü harda, necə, kim yanında oxumaq. Bəzən bəzi aşıqlar gözəl sözlər bilirlər. Yaxşı sözlər də bilirlər. Ancaq baxırsan ki, o oxuduğu söz orada yerinə düşmədi, o məclisə düşmədi. Axı orada da yerini bilməlidir ki, bu məclisdə oturan insanlara, o məclisə bu söz yaraşırmı, alınırmı, tuturmu? Söz var dosta danış, söz var düşmana. Harda məqamı var ehtiyat eylə. Söz var 1000 dəfə de, doymazsan yenə. Söz var bir dəfə de, kifayət eylə. Söz var kəmərə tax güllə yerinə. Söz var axtarırsan şüftərinə. Söz var sənsiz çıxıb çəmən sehrinə. Ged onu qarşıla ziyarət eylə. Söz var dustaq olub ürəkdə dustaq. Elə bil ki desən dünya qopacaq. Söz var dərin dərə, söz var uca dağ. Dırmaş söz dağına cəsarət eylə. Söz dolan buludun yağışlarıdır. Memar əllərinin naxışlarıdır. İnsanın danışan baxışlarıdır. Gətir qələminə hekayət eylə. Sözlə güldürən var, sözlə gülən var. Sözlə öldürən var, sözlə ölən var. Sözlə eldən elə gedən gələn var. Sözlə ulduzlara səyahət eylə. Şeir uzundur deyib vaxtınızı almıram, aşıqlara yol verək. Yəni onun Söz haqqında da belə bir söz var ki, söz nə sənindir, nə də mənimdir. Bacarıb yerində işlədənin. Bacarıb yerində işlədənin. Bəli. Yaxşı söz nə sənin, nə də mənimdir, bacarıb yerində işlədənindir. Bəli, Məhəmməd Əli müəllim aşıqların ədəb ərkanından azcan istəyirdim. Şöhrətə də ayaq verəydiniz və şöhrət ruhları oxuyaydı. Şöhrətə mən deyim, şöhrət haqqında, Yəfqan haqqında və özləri olmayan efirlərdə də siz də şahidisiniz. Sizin öz verilişinizdə və mən başqa verilişlərdə də ümumiyyətcə Borçalıdan Şirvana qədər böyük bir coğrafiyanı əhatə eləyən ərazidə mənim qəlbimə yatan keçmiş ustadlardan sonra bir neçə sənətkar var, gənc var ki, onların elə... Həmişə adını önəmlə vurğuladınız. Yox, mən həqiqət, bilirsən, bir sənət tamam bir neçə formada yaşayır da, bilirsiniz, bunun çox yaralı yerlərimiz də var bu sənətdə. Ancaq klassik ənənəni, o qayda qanunu, aşılıq sənətinə xərəl gətirməmək, mən özləri olmayanda, daha çox demişəm, özləri olanda dəyəndə biraz bir cürə çıxır. Ancaq bilirsiniz ki, bunlar mənim dilimdən düşmürlər. Bəli, bəli. Mənim dilimdən düşmürlər. Çünki hər dövrün öz tələbi var. Bu dövrün, bu çətin dövrün, bu vaxtında gənclər, mən Şöhrəti özü də Şəmkirdən, Ozan Aşıq müsabiqəsinin əvvəllər də tanıyıram. Mən orada görmüşəm, çox gənc idi. Çünki onun yolu, onun avazı, onun səsi və tutduğu yol elə bir yoldur ki, o yola mən ancaq uğurlar arzu eləyə bilərəm. O parlaq bir yoldur. O, bu sənəti zirvələrə qaldıran bir yoldur. Bu elə belə yol deyil. Bu yol Aşıq Əkbər oxuduğu yoldur. Bu Aşıq İmran oxuduğu yoldur. Aşıq Əsəd oxuduğu yoldur. Aşıq Mirzə oxuduğu yoldur. Yəni qanuni aşıqlıq, klassik aşıq adət-ənənələrini oxumaq yoludur. Elə dəfqan sazla, sözlə, məclisdə davranmaq və burada iştirak eləməyən kifayət qədər bizim gənclərimiz var ki, mən onları da alqışlayıram. Ki, bunlar da bir yanı Şirvan, bir yanı Borçalı, bir yanı Gədəbəy, böyük bir coğrafiyanı əhatə edən bizim gənclərimiz var ki, mən onları alqışlayıram. Onların haqqında da söhbət açarıq axarınca. Şöhrətin də ürək sözlərini qəbul elə. Çox sağ olun Məhəmməd Əli müəllim. Çox sağ olun Şeyx xanım, sizə təşəkkür edirəm. Bir daha sabahınız xeyir olsun deyirəm. Bizi izləyən tamaşaçıların hər birinə sabahınız xeyir olsun deyirəm. Bu günləri bizim bu gözəl məclisimizdə bizim çox dəyərli sənətkarlarımız var. Məhəmməd Əli müəllim bizim bu nə qədər sazımızın, sözümüzün biliciləri varsa, mən deyərdim onların başda birincisi Məhəmməd Əli müəllimdir. Eşq olsun sizlərə, var olasın. Yəni bir qolu, bir saat mən bilirəm Məhəmməd Əli müəllim elə tərifləri qəbul eləmir, bəli. Həqiqətən elədir Şeyx xanım. Yerində o dəqiqə qəbul götürə bilmədi o söz. Ancaq doğrudan da Məhəmməd Əli müəllimdən yararlanan, bəhrələnən yüzlərlə gəncimiz var. Aşıq sənətinin peşində, keşiyində duran insanlar var. Hətta söz axtarışında belə bu kişiyə müraciət edirlər. Havanın adının axtarışında bu kişiyə müraciət edirlər. Biraz öncə, verilişimiz başlamamışdan öncə mən dedim ki, ay Allah, kaş Məhəmməd Əli müəllim heç olmasa Gəncədə olaydı. Mən bu kişinin tez-tez oturub söhbət edəydim. İnan, o qədər bəhrələndim. O qədər, necə deyim, Məhəmməd Əli müəllimlə görüşümə belə şad oldum ki, bilirsiniz, bizim gözəl sənətkarlarımız çoxdur. Hər bir yerdə var, Məhəmməd Əli müəllim dedi.
sənətkar odur ki, onun səhnə mədəniyyəti gözəl olsun. Bəli, bax mən dedim, ədəbi ərkanı hər Toylara gedəndə qızı gəlini öz anası bacısı kimi bilsin. Tamam. Və Ustad Aşıq Ələsgərə rəhmət istərə can sağlı bir şeir var. Deyir, aşıq olub diyar gəzənin əzəl başda pür kamalı gərəkdir. Oturub durmaqda ədəbin belə mərfət elmində dolu gərəkdir. Xalqa həqiqətdən mətləf qandıra, şeytanı öldürə, nəfsin yandıra, el içində pak otura, paş dura, dalısınca xoş sədalı gərəkdir. Ələsgər haqq sözün isbatın bilə, əməlin mələklər yaza dəftərə, İstəsə baxanda hər yanı görə təriqətdə bu sevdalı gərəkdir. yəni bu məqamda Aşıq Şöhrətdən bir ifa gərəkdir. Gəlsin bir ifamız sizdə. Bəli, sözlər gözəl şairimiz olan, çox hörmətli şair, mənim ən yaxın dostlarımdan olan Araz Qazaxlının sözlərdir. Şair yazır ki, düz tanıyıbsan ləhcəmdən, Qazaxlıyam dərdin aləm, mən özüm də şair dilli, dodaqlıyam dərdin aləm. Uzaklıyam derden alem, uzaklıyam derden alem, uzaklıyam ay derden alem, oy derden alem, oy derden alem. Dillənəndə sazın teli, layla çalır ana dili, vurğun demiş həsrət əli, uzaklıyam dərdin alem. Maraklıyam derden alem, maraklıyam derden
Məhəmməd Əli müəllim, biz Aşıq Şöhrətin ifasından sonra istəyirəm ki, biraz da söhbətimizi bir axarına, bir yoluna salaq. Ümumilikdə belə deyim ki, uşaqlar sizin barənizdə çox yüksək fikirdədirlər və mən özüm hansı verişdə sizinlə oluram, doğrudan çox rahat oluram və ən azından bilirəm ki, elə mən özüm də sizin söhbətin axarına qoşulub, sizin o saldığınız körpü ilə, cığırla gedəcəm. Əda Bərkəndən danışdıq, ustadlıqdan danışdıq. Ümumiyyətcə, bu son dövrlərdə yəqin özünüz də fikir vermişsiniz ki, ustad adıdır, müəllim adıdır, ya digər belə önəmli sözlər, urvatlı sözlərimiz var ki, çox dəyərdən düşübdür. Yəni, kim gəldi hamıya ustad deyirlər, kim gəldi hamıya müəllim deyirlər. Bax, ustad kimə deyilməlidir, kimdir o ustadlar? Və aşıq sənətində, aşıqlıqda bir dədəlik zirvəsi də var. Bu ustadla dədənin fərqi nədədir? Niyə hər aşığa dədə deyilmir? Niyə hər ustada dədə deyilmir? Dədə adı kimlərə verilir və niyə verilir, nədən verilir? Ümumiyyətlə, Çiçək xanım, çox sağ olun, yoldaşlara da, aşıqlara da. O dəyərə layiq olmasaq da onu dediyinizə görə sizlərə çox sağ ol deyirik. Hər birinizə təşəkkür edirəm. Ancaq ki, biz də bizdən öndə olan sənətkarlardan, ustadlardan, aldığımız təhsildən nə yığa bilmişiksə, nə götürə bilmişiksə, bizim də borcumuzdur ki, bizdən sonra gələn gənclərə nəysə öyrədək. Çünki bizdə də heç nə bir Allah vergisiz adı yoxdur. Hamısı zəhmətimizin məhsuludur. Çünki o bayaq dediyiniz kimi Dədə Əsgərdə deyirdi ki, kişi gərək zəhmət çəksin, tərs alsın. Yəni, hər bir hazır işin arxasında zəngin bir zəhmət var. Mən indi mətləbə gəlmək istəyirəm ki, kimdir ustad? Özü özünə ad da verə bilər, dədə adı da verə bilər, bir imperator da olar, şah da olar, nə olar. Bu məsələ önəmli deyil. Əsas məsələ odur ki, üstündən onun əsərlər keçə. Nizami Gəncəvi kimi, Füzuli kimi, Xəstə Qasım kimi, Abbas kimi, Qurbani kimi, Ələsgər kimi, Alı kimi, Məmməd Hüseyin kimi, Dədə Şəmşir kimi. Üstündən əsərlər keçə, illər keçə. Yenə də xalqın yaddaşında çox gözəl, çox ləyaqətlə yaddaşlarda qalaq ki, mən deyim ki, bu sınaqdan çıxdı. Yoxsa bir gün gedir, haradasa bir mahnı yazdırır, hansısa bir texnikanın gücünlə burada səsini qaldırtdırır, özünün adına hər ad qoysa da bu müvəqqəti bir addır. Ancaq ustad kimdir mənim önəmli şu, ustad kimə deyilməlidir? Ustad üçün birinci yaş önəmli deyil. Ustad odur ki, öz yaşadığı dövrdə özündən əvvəlki olan o klassik ənənəni çox ləyaqətlə öyrənib, özündə cəmləşdirib, onu gözəl yaşada bilir və onun sənəti özündən əvvəlki sənətkarların qarşısında dayana bilir. Məsələn, götürək, Aşıq Ələsgərin sazı da, sözü də özündən əvvəlki ustadların sazının sözünün yanında dayana bildi. Bu oldu ustad. Yəni, özündən əvvəl Xəstə Qasımın, Qurbaninin, Məmməd Hüseynin, Alının, Xəstə Qasımın sözünün yanında, sazının yanında Ələsgərin də sözü dayana bildi. Bəli. Və yaxud götürək Səməd Vurğunu, özündən əsrlər boyu əvvəl yaşamış, o dahi şəxsiyyətlərin, şairlərin yanında bunun poeziyası, şeiri dayana bildi ki, bu oldu ustad. Ondan sonra gələn Dədə Şəmşir, bu əbəs yerə qoyulmadı. Çünki özündən əvvəl Ələsgərin sənətinin yanında bunun sənəti dayana bildi. Sonraki nəsili götürək, mən dərdim sazın ən intibah dövründə sənətkarlar, Uzi Borçalıdan Şirvana böyük sənətkarlar dünyaya gəldi. Dədə Əmrah. Əmrah, Kamandar, Hüseyin Saraçlı, Ədalət Nəsibov, Aşıq Murad, İmran, Əkbər, Mikail Əzaflı, Aşıq Şakir, Məmməd Ağa, Bəylər və bu sıranı başqalarının da adını çəkmək inciməsinlər. Bunların sənəti ustad üçün yaş önəmli deyil. Mən sizin üçün bir fərq deyə bilərəm ki, 24 yaşında mənim sənətkarlarım olub ki, SSR kimi bir dövlətin hər şeyə qadağalar olanda SSR kimi bir dövlət onu bədii filmə çəkdi, Əkbər Cəfərov. Ədalət Nəsibov 7 olsa eləmə çəkən neçə yaşı var idi? Bunlar elə sənətə atılandan Aşıq Əkbər də, İmran da, Əmrah da, Kamandar da, bunlar ustad kimi tanındılar. Axı bunlar gəlib 60 yaşında tanınmadı ki, deyəsən indi ustad deyək. Sənətin qüdrəti elə zirvəyə qalxmalıdır ki, onun hamı qəbul eləsin, tək xalq yox.
onu mütəxəssislər də qəbul etsin. Axı hər şeyin düzgün dəyərini onu mütəxəssis verir axı. İndi xalq arasında hamı deyir məni xalq sevir. Ancaq mütəxəssis də onlara elələri var, qiymət vermir. Bu nətər oldu xalq səni sevir? Xalq hər şeyi bilə bilməz axı. Mən həkimliyi bilmirəm, mən başqa elmləri bilmirəm. Həkim də mənim sənətimi xırdalığına qədər bilə bilməz axı. Onu sevə bilər. Ancaq tam incəliyinə qədər bilə bilməz. Müvəqqəti xalqa anlatmaq olmaz axı bu sənətdə. Hər adama dədə demək yaraşmır axı. Bəs nədən, bax dediniz ki, Aşıq Ələsgər Xəstə Qasımın, tutaq ki, Dirili Qurbanın, Tufarqanlı Abbasın o sözünün şərəf yükünü daşıya bildi, qoruya bildi, o zirvəni qoruya bildi. Bax bunu niyə Tufarqanlı Abbasa Dədə Abbas demədik, Xəstə Qasıma Dədə Qasım demədik? Gəldik Aşıq Ələsgərə Dədə Ələsgər. Niyə dədələşdi? Ələsgər nədən dədələşdi? Mən sizə bir söz deyim. Birinci, elə mövzular, poeziyanın özündə elə mövzular var ki, onlar dövr-dövr gəlib çıxıb. Adlar da, şeirin növləri də, havacatlar da. Məsələn, onda belə çıxır. Niyə ana haqqında, ata haqqında Tufarqanlı Abbas, Xəstə Qasım Ələsgər şeir demir? Bir yerdən qalxan ana yandı, anasını da o qədər heç istəmir çoxudur. Deməli, bu dövr-dövr gəlir bu şey, adlar da. Məsələn, vaxt var idi ki, o dövrdə gəlibdir. Tutaq ki, bu da Ələsgər dövründə bu adlar başladı. Kim Ələsgərdən bir dənə ana haqqında şeir deyə bilər? Və yaxud da Xəstə Qasımdan. Görürsən ki, olsa da inanmıram, yoxdur. Çünki bu şeir də... Niyə dövrdən dedik? Onda Məhəmməd Əmin Dədə Qorqud da oldu axır. Hamısından öncə Dədə Qorqud dədə idi onda. Bəlkə Qorqud dədədən gəlirdi bu ad. Bilirsiniz elədir, bu deyilmələr var da. Bu bilirsiniz ki, bu ancaq ki, Ələsgər dövründən sonra bu adlar, bax, Aşıq, Varsaq, Yanşaq, bu adlar deyilibdir. Bunların da bir dövrləri var. Bunlar belə deyilibdir. Buna görə də indi də bəzi adamlar çalışır ki, özünün o lazımlı şeyi örgənmək əvəzinə ki, onun sənətini, şeirini, yükünü, onu örgənmək əvəzinə onun adlarla və yaxud hərəkətlərinlə, geyimlərinlə mən istəmirəm burada efirdə çəkəm. Adam var ki, Ədalət Nəsibov, bir də Ədalət Dəldağlı. Allah heç kimə qismət eləməsin. Tanrının qismətidir ki, bunların ayaqlarında problem var. Adam var, mən məclisdə görürəm ki, özünü axsadır ki, Ədalət oxşasın. Onun sənətini örgən, axsamanı görürsən. Ədalət kefindən axsayır. Mən adam tanıyıram ki, danışanda çalışır ki, görürəm ya, bunu el-oba görür ki, Aşıq Kamanların öz danışığı idi. Ağzını dadı belə bir nəsə əyib istəyir Kamanlar kimi oxşatsın. Axı Kamanların sənəti böyük sənət, o sənəti örgən. Axı Kamanlar heç kimi yamsılamırdı. O klassik ənənənin öz ürəyində qoyurdu. Bir də dədələşmək üçün, ustad olmaq üçün, hansı sənət daşıyıcısa olursansa ol, Tanrının yaxşı bir əli sənin kürəyində olmalıdır. Oradan payın olmalıdır. O payın yoxdursa, o aşığın tutaq ki, şöhrət bu cəsarəti haradan tapır? Çünki Tanrı ona yaxşı səs verir. Aşıq Əkbərə gözəl bir səs verir. Aşıq İmrana gözəl bir səs. Məsələn, Ədalətin səsi görürsən, bir gözünə bənzəyir. Kamanların səsi bir gözünə bənzəyir, ancaq heç kimə bənzəmir. Əkbərin səsi görürsünüz, sırf öz səsidir, heç kimə oxşamır. Və o səsin içində də xüsusi sözlüyün qabiliyyətin olmalıdır, zəhmətin olmalıdır. Zəhmət çəkməlisən, örgənməlisən və xalqın, zamanın, sənətkarların hamısının ələyindən, xəlvirindən keçməlisən. Üstündən zaman keçəndən sonra görək o dədəliyə qalır, yoxsa qalmır. Ələsgərə özü qoymadı ki, ma dədə deyim. El, ova, bütün sənətkarlar onun sənəti xalqı qəbul elətdirdi. Ustad adı dəyərdən düşmür, ustad sözü daha doğrusu dəyərdən düşmür ki. Onsuz da çox şey dəyərdən düşür. Hay Allah. Çox şey Gözəl dəyərdən cavab düşür. idi. Çox şey dəyərdən düşür. Baxın, mən necə deyim ki, hər yaşı çox olana ağsaqqal demək olarmı? Mən dönüb misal çəkirəm. Səməturun 50 yaş yaşadı. Şah İsmail Xətai şahlıq eləyəndə neçə yaşı var idi? Siz də gözəl bilirsiniz. Ancaq adam var, 100 yaşı var, 100 yaşa qədər elə həmişə də ziyanlıq verir. Ona demək lazımdır, yaşlı adamdır. Yaşlı sənətkardır, ustad deyil. Yaşlı sənətkar. Sağ ol Məhəmməd Əmin, sağ ol. Gözəl. Hansı bir mərhələyə çatana qədər özündən əvvəlki bir kamil sənətkardan bəhrələnməlisən. Hələ mən elə bir sənətkar tanımıram ki, özündən əvvəlki sənətkardan bəhrələnməsin. Ən adlı sanlı sənətkar, tutaq ki, Ələsgər və Ələsgər divanı hardan öyrənmişdi? Öz ustadından. Və ustadı hardan özündən əvvəlkindən. Deməli, hökmən insan kimdənsə bəhrələnməlidir. Kimdənsə yararlanmalıdır. Ancaq elə bu yolu tutum gedim yox. Özünün də yolun olmalıdır. Öz səsin, öz yolun
onun o elminə çatmalısan da. Onu özün axtarıb Məhəmməd tapmalısan. müəllim, bilmirəm etiraf eləyərsiniz, deyərsiniz. Ürəyimdən keçdi bu sualı sizə verim. Məhəmməd Əli müəllimin bugün gözündə, nəzərində ustadlıq adını daşıyan aşıqlarımız bax bugün çağdaş kimlərə dədə deyər, kimlərə ustad deyər. Bilirsiniz, mən ümumiyyətcə həyatda özümün həmişə qibtə ilə baxdığım bir sənətkar var, çoxdur sənətkar var. Ancaq bugün yaşayanların içində qibtə ilə baxdığım Ədalət Nəsibovdur. Çünki birinci mənim haqqım da yoxdur. Mən onun ailəsində olmuşam. Mən onun sazını daşımışam, büyün də daşıyıram, daşımaq da borcumdur. Yəni mən o Qazağa gələndə, mən Bakıya gedəndə, Allah ona can sağlığı versin, heç bir onun bayramı, mənim heç haqqım da yoxdur. Çünki o bizim sənətin pasportuna çevrilmiş bir sənətkar. Sazın pasportuna. Sazın pasportuna çevrilmiş. Yəni saza kifayət qədər şərəf gətirmiş. Nəinki özündən çox sənəti şərəfləndirmiş bir sənətkardır. Ancaq mənim üzü Borçalıdan Şirvana qədər qəlbimdə o Cənubi Azərbaycanda olmaq şərtinə bir neçə sənətkarlar var ki, onlar mənim xüsusi yerimdə önəmlidirlər. Və o sırada Ədalət də çox gözəl bir şahlıq eləyir, dayanır. Ki, onların mən hamısının adını çəkirəm. Amma yerdə qalan bu adların hamısını çəkməklə bir gözəl ustadlarımız da var. Onlar, Allah can sağlığı versin. Onlar yaşının elə dövrüdür ki, bu Gəncədə Aşıq Maiz, mənim çox hörmətlə yanaşdığım, həmişə hansı sözdəsə bir çətinliyim olanda Aşıq Qardaşxandır o söz. Mən onu məsələn efirlərdən, əvvəllər letlərdən tanımışam. Aşıq Mahmuddur, Aşıq İsfəndiyar əmidir, Aşıq Xan Musadır. Bir gün Şirvanda yaşayır, çox hörmətlə Yəni bu yanaşır. gənclərimizin öyrənə Öyrənə biləcəyi. biləcəyi. Məsələn, bunlar birinci elə məclislər görüblər. Bir gün yaşlansalar da, indi Aşıq İmran kimi nəhənglə Aşıq Mahmud, Sayısı, Aşıq Alxan, mən onun adını, Aşıq Çoprar Əsər, bunun adını, Aşıq Əli, mən adlarını çəkməliyəm ki, bunlar çox möhtəbər məclislərdə olublar, çox azman sənətkarlarla çiyin-çiyinə. Məsələn, Əkbərlə oxumaq asandı idim. İmranla oxumaq asandı idim ki. Onunla uzun illər yoldaşlıq eləmək hər oğlun həddidir ki, hər sənətkarın həddidir ki, o biliyin sahibi olasan ki, İmran hardan oxuyanda sən də oradan oxuyasan, Əkbər hansı kökdə oxuyanda sən də oradan oxuyasan. Bunu, bax, bu insanlar davam elətdiriblər. Mən Ədalətin elə məclislərini görmüşəm ki, hiss edirdin ki, saz əlində o tutub yanır. İnanın, and olsun Allaha, and içirəm Allaha, and içirəm Allaha. Mən onunla uzun müddət məclislərini, yəni bir illi olduğumuzdan özünlə getdiyim də olub, məclislərini gördüyümdə saysız-siyasız 3-4 dəfə paltarını dəyişərdi, kim suya batardı. Onun məclisləri, inanın, səhər açılırdı. Aşıq İmran bizim evdə, 81-ci ildə, axşam saat 6-da sazı köynəyindən çıxartdı. Səhər 6-da dedi ki, icazə versəniz sazı köynəyinə qoyardıq. Noruz bayram axşamı idi. Qızlar, gəlinlər geçsin, səhər-səhər təzə əlin və suyunu gətirsin, biz də içək. Siz təsəvvür edin, bu 12 saatda mən hansısa sifarişin bilmirəm kəlməsini eşitmədim. And olsun yaradandan çox mənim inandığım yoxdur. Bax, odur ustad mənim gözümdə. Ancaq bir gün, mən nə deyim, mən bunları görmüşəm. Ona görə də bəyin gənclər inciməsinlər. Bir gün aşçılıq elə işləmir axı. O meydanı yoxdur. Bunları da qınamıram. Bax, bu Şöhrət, Əfqan, Ramin, Elbrus, Talih, çoxdur, Əli, mən hansı birinin adını çəkim? Nəbi var, Ramin, dedim. Bunları dəfələrlə Şahik, Avdı, dəfələrlə mənə zəng eləyirlər, familə, qadınlardan. Müəyyən söz haqqında, havacat haqqında, neysə də bir-birimizdən əlaqə saxlayırıq. Mən qınamıram bunları. Axı, bunların o meydanı yoxdur. Mən bunu dəfələrlə nefirlərdə də demişəm. Çiçək xanım, axı İmranı da oxudan o dövrün insanları imtihan eləyirdi. Axı, indi toyun ab-havası, məclisin ab-havası elə dəyişib ki, axı Şöhrətə, Əfqana, Raminə, Meytiyə yarım saat, 20 dəqiqə vaxt verilir. 20 dəqiqədə bu hansısa sənətin nəyinisə göstərə bilmir axı. Aşığın sinəsi qızmalıdır, aşıq imtihan olunmalıdır, sual olunmalıdır. Axı, aşıqlıq sənəti bir ruhani çalmaqla, bir yanıq kələmi çalıb oynamaqla bitmir axı. Aşıqlıq sənətində çox mükəmməl elmlər var. Ora toxunarıq az sonra.
Olur mu? Mehmet Erman, siz o kadar güzel danışırsınız ki, vallahi ben hiç istemiyorum ki söhbətimizi dayandırım. Ancaq istəyirəm bir gün Gülcan'a Aşıq Əfqana bir söhbət gəzişməsiyle və Aşıq Əfqanın ifasına yer verək. Bircə söz də özümə borc bilirəm Çiçək xanım. Bəli, buyurun, buyurun. Mən bu ustadların adını çəkəndə özümə bağışlamazdım ki, Aşıq Fəthullahın adı çəkilməsin. Çünki Aşıq Fəthullahın oxumaları bu gün yaşlanıbdır, günün də gözəl oxuyur. Ancaq onun cavan vaxtı oxumaqları olub ki, məsələn, onun məndə lent yazıları var, mən çox qulaq atmışam. İnanın, əl düz, ağız düz, zəngülə yerində. Axı, mənim üçün özümə bağışlamazdım bu adı çəkməməyə görə. Buradan da salamlarını göndərirəm. Mən bilirəm, Məhəmməd Əlməm hardasa kimlərinsə adı unudula bilər və siz hardasa verilişdən sonra mı, ya verilişdən azcana içinizdə bir ağrı keçirərsiniz ki, bəs filan adı unutdum. Hər halda bugün öndə olan elin də, obanın da, elə sizi kimi sazımızı dəyərləndirən sənətkarlarımızın da dəyərləndirdiyi ustadlar var və doğrudan da ustadlıq adı elə onlara Bilirsiniz, Çağan, bugün bir də nəsə olur da, bəzi gənc deyir ki, filan kəsi gördüm, bugün fikirləşmir ki, bunun 80 yaşı var. Səsində haradasa bir axsamam olanda, biləyində bir nəsə alınmayanda, bunu bugün belə qiymət vermək çox yersiz olardı. Bunu elə qiymət vermək lazım ki, Ədalət Nəsibovun, gəl qulaq as ki, o Dalolu çaldığını, Fəthullahın cavan vaxt oxuduğunu, indi biri bugün xəstələnib, yaşlanıb, bugün ürək təb verir, bir nəsə oxuyursa, hardasa bir nəsə alınmırsa, bunu onu demək mənimcə çox yersiz çıxarır. İstər-istəməz Məhəmməd Əli müəllimin qarşısında ustadlardan danışmaq biraz çətindir. Amma biz həmişə Allah ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin. Ustad yolunu saxlamış, biz də cavanlarıq. Vətən oğlu Bəhmən deyir ki, əsli nalə çəkər zülfü pərişan, fəqan eylər ədalətin sazında. Kərəm çıxar alovların içindən üsyan eylər ədalətin sazında. Gələr qızıl gülü dərməyə dilgəm. Dərib pünhan yerə sərməyə dilgəm. Bu dünyada yarı görməyən dilgəm. Güman eylər ədalətin sazında. Libasım poladdan geyən Koroğlu. Ulu şahlar boynu nəyən Koroğlu. Narəsindən yer titrəyən Koroğlu. Cövlan eylər ədalətin sazında. Ədalət saz çalanda Koroğlunu ifa edəndə olurdu Koroğlu. Necə Aşıq İmran. Mən İmranın bir dənə lent yazısına baxdım. İnanın ki, mən elə o lenti hər dəfədə baxanda elə bilirəm ki, elə Koroğlu əfsanəvi qəhrəmanımız deyil. Mən İmranda görəm Koroğlu'nu. Ustadlıq budur. Aşıq Əfqanın sazında nə cövlan eləyər bu dəm? Qısaca bir fasilədən sonra bizdən ayrılmayın. Gel canan Çapazın başına dolanım eller. Çapazdan çerbecer kokusuyu Cerrah yerler kokusuyu gelir. Bir çadır deyede bir gür yağışlar Adamın ne güzel yukusuyu Şerray felek
Kəpəzin başına dolanım erlər. Kəpəzdən Kəlbəcər qoxusu gəlir. Bir çadır dəyədə bir cür yağışda adamın nə gözəl yuxusu gəlir. Ay mənim işıqlı dünyam, şamım, çırağım Kəlbəcər. Qış olanda isti yuvam, yayda yaylağım Kəlbəcər. Səni görən yuxum baldı, sənsiz şeyd ruhum laldı. Valla sənsiz yandı kösəb oldu, neynim dilim dodağım Kəlbəcər. Vahid Muxtar nələr gördü? Əsir mülküm, yesir yurdum. Belimi sındıran dərdim, bədbəxt torpağım Kəlbəcər. Zümzümə var o çağlayan buy, vaxtına yerlər soram nə vaxtı. Kulağıma bir yanıqlı səysa neynim? Elsiz sarı yerin ağısı, şerla yerler ağısı gelir. Ayşe hanım zümzüme var. Bak o çağlayan bulaqdır. Belə nəğmə eşitmirəm nə vaxtı. Kulağıma bir yanıqlı səs axdı, elsiz sarı yerin ağısı gəlir aşıq. Cəbir Kərəm gözəlləməsindən sözün axırındır. Sahit Muxtar Vüsal saydı bu ömrü, tam arzuya gözleyim, haydi bu ömrü, sona bu ömrü, haydi bu ömrü, verdi kalır. Allah menden almayaydı bu ömrü, Allah benden almayaydı bu ömrü. Sanman ayrılık korkusu gelir, bizim ellidir, tutu dillidir, tutu dillidir, şirin dillidir, kaderdi kalır. Vuran Kəlbəcərdə, qar Kəlbəcərdə, Boğman isti suda var Kəlbəcər.
idi. O dağlarda idi. O derdi kaldı. Zahid Muhtar Vüsal saydı bu ömrü. Tam arzuya güzel paydı bu ömrü. O kəpəzdəki ömrü deyir, ha, çıxmışdı kəpəzə. Allah məndən almayaydı bu ömrü, canıma ayrılıq qorxusu gəlir. Arzu edirəm ki, Çiçək xanım, sənin bu gözəl verilişin bir səyahət eləsin Kəlbəcər torpağımızda. Çox sağ olun Aşıq Əfqan. Kəpəzin başına dönməyirlər, Kəpəzdən Kəlbəcər qoxusu gəlir. Havanı da yaxşı seçmişdir, bir Mixəyi havasını, ha, Məhəmməd Ərmənin havası, sözü biraz cana. Ancaq onu deyim, Zahid Muxtar ən çox Əfqanın oxuduğu şairlərdən biridir. Ancaq o şeirində elə bil ki, bir Ənvər Rıza nəfəsi var Zahid Muxtarın o şeirində. Zahid Muxtar da təbiət şairdir. Ən çox o sevgidən yazır. Zahid Muxtarın sevgi şeirləri səhv eləmirəmsə çoxdur. Ancaq o Kəlbəcərlə yazdığı şeirlərdə elə bil ki, Ənvər Rıza nəfəsini duydum. Bu şeirin özündə də duydum. Və Mixəyi havasında mən bilmirəm, Dustat yanında nə dəyər verəcəyik ki. Bilirsiniz Çiçək xanım, hər havanın öz ruhu var. Onun ruhunu hansı sənətkar tutdusa, ondan nəyisə aldıra bilir. Öz səsi, havanın ruhu. Bilirsən, elə hava var ki, görürsən ki, o ruhdan sənətkarlar çıxır. Onun ruhunu tuta bilmir. Ta ki, zil bir havadır, bunun bəm səsli adam onu aldıra bilməz. Və yaxud da elə hava var ki, o zil səsi qəbul etmir. Bəm səsi istəyir. Yox, onu elə oxumalısan ki, onu elə xırdalıqla yedirtməlisən də, bədənə yağ yağılan kimi yayılmalıdır. Yoxsa elə qışqır halına olsun ki. Ona görə də... Məhəmməd Ərmənim, nə olar, qoy sözünüzün qüvvəti bu yerdə, mənim istədiyimicə mənə deyin. O baş sartel oxuyurlar da, orta sartel demirəm, baş sartel bəmdən mi gözəl alınır, yoxsa zildən mi? Onun şirinliyi hansında gözəl? O səsdən asılıdır bu bir. Mənim aləmdə əlbəttə o zildə gözəl alınır. Çünki o zildə ki, o baş sartel oxunur. Məsələn, onu Gədəbəydə, Aşıq Fəthullah bəy adını çəkir, gözəl oxumuşdur. Ümumiyyətcə, zil səsi var ki, içində qışqırtı yoxdur. Zil səsi var ki, başlayan qışqırtıdır. Bəm səsi var, yağdır, bəm səsi var, içində qışqırtı var. Səsin özü bəm olurlar. Onun musiqi elmini kamil bilən insanlar başa düşə bilir ki, bu nədir? O musiqi elmini, onu dəqiq bilməyəndən sonra ham elə bilir ki, bu oxumaqdır. Bəm səslə elə oxuyan var ki, Hacı Baba Hüseynovun səsi. Bəm səsi də məlhəm idi. Ancaq mən heç kimin adını çəkəm, ancaq elə zil səslər görürəm ki, heç bir dəyəri yoxdur. Səsdə dəyər olmalı. Xanlar, Ədalət Nəsibov, Ədalət Dəli Dağlı. Görürsən, nə gözəl oxuyur. Xanlar bəmdə sarteli nətər oxuyurdu, mən niyə məlhəm idi? Görürsən. Zildə deyirsən, zildə Aşıq Sayat. Zil, mən sartel bəmdə daha ləzzətli. Bilirsiniz necədir? Onun o ruhu var da, havanın ruhunu, mən bizə pisə bəyək dedim, mən bir 10 nəfərə qədər sənətkar ki dedim Şirvandan Borçalıya, bu sənətkarların hamısının səsi bir-birinə oxşamır. Yollar da ayrıdır, ancaq hamısı mənim gözümdə zirvədir, heç asını bir-birindən üstün tutmur. Elə gözəldir, elə dadlıdır, elə duzludur ki, bəyək dediyim kimi, biri insanın sağ qoludur, biri sol qoludur, biri başıdır, biri ürəyidir, bunun hansını kəsmək olar? Bütövlükdə böyük bir abidədir, böyük bir canlıdır. Siz təsəvvür eləyin. Baş sarteli, o dediyim 10 nəfərin. Onunla da ver, onunda da gözəl alınacaq. İstəməyəcəksən, keçəsindən ayrılasın. Zildə oxuyanında da gözəl alınacaq. Bəmdə oxuyanda da gözəl alınacaq. Orta səsdə oxuyanda da gözəl alınacaq. Çünki ona ürək lazımdır. Ona ustadlıq lazımdır. Ancaq Hacı Baba Hüseynov da rast oxuyurdu. Bədəninə yağ kimi yayılır. Zil səsdə Alim Qasımov da oxuyur, bədəninə yağ kimi yayılır. Onu oxumaqdan söhbət gedir. Xanlar Məhrəmov bəm səsinlə sənin bədəninə yağ kimi yayılırdı. İsfəndər Rüstəmov da zil səsdən gözəl oxuyurdu, o da bədəninə yağ kimi yayılırdı. Aşıq Sayat da oxuyurdu, gözəl yayılır. Elə Şöhrət bəyərimizdə elə. Şöhrət bunu zil səsindən oxuyubdu, fondda da var. Çox gözəl aldı. Bilirsiniz, onu oxumaqdan söhbət gedir. Yəni orada qoyulan ürəkdən gedir də söhbət. Bilirsiniz xanımsız bir paltarı kimsə alır. Eyni qiymətə bir paltar da satılır. Kimə nə cürə yaraşır? Adam var ki, ondan da qiymətli paltara yaraşmır. Ancaq sadə bir paltar gərək insanın özündə gözəlliyi ola.
Gözəl. Özündə gözəllik ola ki, o da Çox ona sağ yaraşır. ol. Səsin özü gözəl ola. Bəli. Özü gözəl ola. Axı o bəm səsinin özünün içində bir çalar var axı. Özündə bir gözəllik var axı. Elə zil səs var ki, içində dəyər yoxdur. Şeir verirlər. Biraz sinəm doludur. Bu qalında kitab verirlər. Mən içində şeir tapmıram. Ancaq mən bir şeirdən ötəri inanın bana. Mənim şahidlərim var. Allah rəhmət eləsin Açıq Hacıya. Mən bir şeirdən ötəri Göyçə Mahalladaş kəndə maşın sürmüşüm. Ancaq özü qalaq-qalaq verib, xatırına dəyməsin götürürəm, bilirəm ki, o şeirdir. Dəyər yox. Üstündən gör neçə yüzül keçib Nizaminin sözlərini. Nizami qapı-qapı paylayır ki, mənim şeirimi örgənim. Səmətulun şeir paylayır, Ələsgər kiməsə şeir paylayır. Bəhmən Vətənoğlu şeir paylayır. Bəli, şeir də Şeirin özündə dad olmalıdır. şeir öz ruhunla gedir Aşıq yerini da onu tapar. kimi da. Aşıq Ələsgər deyirdi, mənə dədədir derim. Heç onun o yadına düşmür. Hə. Onu gərək el, oba, mütəxəssis üstündən bir zaman ki, ona ləyaq olasan. Bilirsiniz, deyir ki, baş var söz götürən, baş var söz yeməz. Baş var təzimlərdə, baş var baş əyməz. Başda var, başdakı papağa dəyməz, başı bir qarından boğazdan çıxır. Papağının ölçülmür, başının içinin dəyər olmalı. Hə. Atı eləmirə qızıl da yər. Yerməyəndən sonra bir atın belə qızıl da yər qoyun, olsun. Bəli. Ədalətin qara sazını bir zəif sənətkarın əlinə verir, görəm o saz elə dinlənəcək. O başla dediniz fikrim Məmməd İlqarın şeirinin yanına getdi. Yox, ayrıdır. O Məmməd İlqar da deyirdi ki, Qan qana qana düşəndə düşərdi. ürək ürəyə, yüz təbib yığıla, baş başa düşməz. Baş var, başa çıxıb baş Baş, hep başa ləyək, Başına baş. gəlir. Hayf başa layıq, başa düşməz. Çox sağ olun Məmməd Əli müəllim. Valla mən yenə deyirəm, sizin bizim proqramda, Duyğulu Könüllülər proqramda birinci dəfə olursunuz, Kəpəz televiziyasında birinci dəfə olursunuz. Baxmayaraq bunlara, sizi tamaşaçılar çox gözəl tanıyır, bütün Azərbaycan gözəl tanıyır. Sözü, sazı dəyərləndirən, bilirlər ki, Məhəmməd Əli müəllim kimdir və Məhəmməd Əli müəllim danışıqları nədir. Ən azından bəlkə mənim də veriliş aparıcısı, verilişin axarı qayda qanunu olmasa, bəlkə heç sizin sözünüzü kəsməyə haqqım çatmır. O qədər gözəl danışırsınız. Ancaq bir şey mən əlavə eləməliyəm, bu zil səs haqqında. Bunu elə civə qoymaq olmaz. Mən bunu deməliyəm efirdən. Bir neçə dəfə ünsiyyətdə olanda demişim. Bilirsiniz, zil və zəngüləli səs, oxumağı gözəlləşdirən o zəngülədir. Bu çox vacib məsələdir. Bəm səsdə müəyyən həddə qədər gedirsən. Ta ki bir həddə qədər gedirsən. Ta ki nəfəs almaz Köroğlu oxumalıdır, Misir oxumalıdır və yaxud da zəngüləli havalar var. Bəm səs zəngülədə yox, nə eləyə bilər? Ta ki bəmsəs heyratı. Bayaq özünüz dediniz də, dedin bəm səsində özünün Yox, havaları var. onu görürsünüz, mənim fikrim var. Bir həddə qədər gedə bilər. Hə. Bir sərhəddi var da, bir sərhəddə qədər ta ki. Ancaq zil səs bütün sərhədləri yarır. Onu da qorumaq lazımdır. Onun da qədrini bilmək lazımdır. Bilirsiniz, yoxsa 5 hava, 10 hava, 15 hava. Məsələn, Ədalət Nəsibov özü deyib də mən açıqca deyəcəm. Deyirdim, bana Allah eləyəcək, heç kelanlar deməyələr. Oxumayam. Bir də yurt yeri. Çünki zəngülə məndə işləmir, alınmır, mən onu aldıra çatdıra bilmirəm. Elə bir nəhik deyir, ha onu. Oradan da elədi. Məmməd Əli müəllim, çox sağ ol, düz deyirsiniz. Aşığın ilk öncə topu silahı səsindədir. Səs olmayandan sonra bir hava iki hava oxumaq. Məsələn, mən Əfqanın oxumağını, sazını oxumağından çox sevirəm. Çalğısını. Aşıq Əfqan Yox, indi indici Əfqanda- oxumur. Parmaqlarını. Yox, indi Əfqanda nədir? Əfqanda, Ədalət Dəli Dağlıda, Bəli. bunlarda sazdır, bir də havanın ruhunu tuta bilirlər. Bəli, Xırdalıqla Əfqanın hamısı oxuyurlar. yerləşir. Ritmi çox Ha, gözəl. bir də xırdalıq var. Məhərrəm Qasımlının bir söz var, Aşıq Əfqana həmişə deyir, elə bir sən anadan aşıq da olmuşsan. Həqiqətən elədir Allaha. Sağ olun. Yo, bu elədir. O iki Əfqanın yolu nə, kimin yoludur? Əfqan kimin yolu? Əkbər yolu, İmran yolu deyirik yaxşı. Şöhrətdə deyirik onların da var. Çox sağ olun, yaxşı sual verirsiniz. Ümumiyyətlə, aşıq özündən əvvəlki ustadlara hardasa deyək ki, kazetlərə baxıb müraciət eləməlidir, ya ona qulluq eləməlidir, müraciət eləməlidir. Bilirsən, ümumiyyətlə, Kəlbəcər Aşıq Məktəbinin bir böyük yolu var, Dədə Şəmşir yolu. Amma bizim, deyək ki, o xırdalı yolumuz Aşıq Qardaşxan Mehdiyevin yoludur. Özünüz necə, qardaşxan kimi oxuya bilirsiniz Aşıq qardaşxan? Ümumiyyətlə, mən xoşlamıram özümə deyəm ki, mən yaxşı aşığam, yaxşı oxuyuram. Mən ustad aşığam. Mən ustad aşığam. İndi onu mən sazıma görsən Aşıq Əfqan yazdırmamışam. Və onu biraz öncə dediyi kimi, böyük alimimiz dediyi kimi, elə qoy onu xalq desin də mən.
İndi yaxşı-yaxşı kimdir? Məhəmməd Əli müəllimdən soruşacağam. Məhəmməd Əli müəllim zil səsdən, zəngüləli səsdən danışdı. Bir zil, bir zəngüləli səslə bizi kadr arxasında gözləyir. Məhəmməd Əli müəllim, ifasını alaq həmin aşığımızın Knyaz Kəlbəcəli. Biz adətən şöhrətlə Knyaza qoşa bülbüllər deyirik. Xoş gəlmisiniz siz də. Mən bu günləri ustadlarımızın adını çəkdilər, ustadlarımıza rəhmət, sizlərə can sağlığı. Dədə Şəmşirə rəhmət. Dədə Şəmşir yazır ki, itirmişəm Ələsgəri qurbanı. Bəqadan köçdülər məkana sarı. Daha mənə düşmür dağın havası, könlüm pərvaz edir arana sarı. Halal xilqət olan halal paydadır. Meylim bu arzuda haqqı saydadır. Dağların dövranı yazda yaydadır, qış dözə bilmirəm borana sarı. Bir sirrimi mən də atmaq istədim. Hərdan tərlan olub uçmaq istədim. Şəmşirəm yol açıb qaçmaq istədim. Ağsaqqala kömək durana sarı. Ustadlarımıza rəhmət, sizlərə can sağlığı. Abala bala deyir belə gəldim gördüm pərim köçüva yurdundan. Gəldim gördüm ay pərim köçüva yurdundan. Yaylaq yerin ay çəmən olmuş ay olmuş. Yaylaq yerin ay çəmən olmuş ay olmuş. Ha beleyindən belə mən sağlığına neylərəm. Rəqib yerin aylə mən olmuş. Ay olmuş öldüm 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 öldüm. Ustadlarımıza rəhmət. Tufarqanlı Abbasdan gəldi bu sözlər. Aşıq Abbas gəlir ki, Pəri xanım nə gəzir, yerində çəmənlər bitibdi. Gəldim gördüm pərim köçüb yurdundan, yaylaq yeri çəmən olmuş, ay olmuş. İndən belə mən sağlığı neynərəm, rəqib yer, əmən olmuş, ay olmuş. Yenə artdı mən fəğrin ələmi, çarxı fələk, tərsə çəkdi qələmi. Göz yaşına qərq eylərəm ələmi, qatıra sular ümman olmuş, ay olmuş, daha nə olmuş, dedi qulaq as, yenə duraxan ilə. Bala bala geley aba sonra babalama o belə məclisi mən surahlara düzüldü. Məclisi mən ay surahlara düzüldü. Eynim yaşın ay qabdan qaba süzüldü. Eynim yaşın ay qabdan qaba süzüldü. Ağlayabba sənin yardan üzüldü. Ağlayabba sənin yardan üzüldü. Bu gün axır ey zaman olmuş. Ay olmuş ağrın alım ağrın alım ağrın alım ağrın
bağrın alır. Məclisimə surahalar düzüldü. Eynim yaşı qabdan qaba süzüldü. Ağla Abbas Həlin yardan üzüldü. Bu gün axır zaman olmuş, ay olmuş. Ustadlarımıza rəhmət, sizlərə can sağlığı. Bir daha Knyaza da təşəkkür eləyirik. Məhəmməd Əli müəllim olmuş, ay olmuş, çox gözəl sözlərdir Tufarqanlı Abbasın. Ancaq yenə sizə mütəxəssis kimi soruşmaq istəyirəm. O Duraxanın havası da çox oxunan havalardan da, öyle az oxunan havalardan. Sözü musiqiyə, musiqinin sözü düz seçmişdir. Bilirsiniz, ümumiyyətcə bu köhnə havaların bəziləri niyə oxunmur? Bəli. Biz Knyaz gəncdir, bunun haqqında deməyək. Bu bəzi havalar var ki, bu kifayət qədər sığallanmaq tələb eləyir. Bu havalar sığallanmalıdır. Məsələn, bu gənclər hardan götürürlər? Bəzi let yazıları əlinə çatır və yaxud da yaşlı bir sənətkardan nəsə öyrənirlər, buradan götürürlər. Ancaq bu havaların özü ümumiyyətcə ağır havadır. Bu havanı olduğu kimi tam dəqiqliyinlə yerli yataqlı yerində oturtmaq üçün hələ çox çalışmaq lazım. Və elə havalarda var ki, bir gün nə qədər çalışsan da, bunu da mən deməliyəm efirdən. Bəli. Elə havalarda var ki, hələ o qədər məsələn sığal götürmür. Var, düzdür elə havamız var. Götürək Güllü qafiyə. Mən bunu ustadım Ədalət Nəsimovla dəfələrlə müzakirə eləmiş. Onun tutaq ki, Sartel kimi, Dübeyti kimi, Kərəm Güzələməsi kimi, Ruhani kimi, İbrahim kimi, Naçıvan kimi belə çətindir sığallamaq. Hətta ustadlarımız belə buna çətinlik çəkib, ona görə çox müraciət eləməyiblər. Bax, adını çəkdiyim o zəngin sənətkarlar niyə həmişə efirə gedəndə, radioda, televizorda, konsertlərdə həmişə görürsən ki, sığallı havaları, yəni o səsə görə deyil. Səsə görə deyil ki, bunun səsimi çatmırdı, nədir? Yox, havanın özündə ümumiyyətcə kifayət qədər sığallanmalı, belə problemlər var. Nə qədər istəyirsən ki, görürsən diapazon da dardır. Müəyyən şeirlər var da. Görürsən ki, o şeirlərdə heç kim ona qədər oxumur. Niyə? Çünki biraz zəiflik var. Abbasın, Tufarqanlı Abbasın sözünü havanı düz seçmişdimi Knyaz? Söz oxumaq olar. Söz hansı havanın üstü oxunur ən çox? Mən onu biraz o yenə deyirəm, o söz ümumiyyətcə görürsən orada bir niskim var, orada bir köyrəklik var. Onu belə havalar oxumaq mümkündür. Hər havaya da oxumaq olar. Ancaq onu oxuyandan da çox şey asılıdır. Onu bilirsiniz, bilmirəm, fikrimi sizə çatdıra bilmirəm. Onu çatdırmaq var da. O şirinliyi vermək. O şirinliyi, effekti vermək var. O dadı, duzu vermək. Onun ruhunu tutmaq var. O havanın sözünün ruhunu tutmaq var. Məsələn, elə adam var ki, gözəl bir oxunmuş havanı da söz də verərsən, o effekti ala bilməz. Onu elə itirər ki, məsələn, açıq etiraf eləyək də, Yanıq Kərəmin solo ifası 7 oğul istərəm filmində Ədalət Nəsimov çalandan sonra elə genişləndi ki, artıq sazın imkanlarından çıxdı. Bütün musiqi alətlərində onu ifa eləyirlər. Burada Ədalətin qüsuru var axı. İndi mən bir gün onun rəqs kimi çalanları demirəm. Onlar mənim üçün... Yəni sənət deyil bu heç. Bu sənətdən danışır. Ancaq ümumi götürək də, indi görüm, onu əzəmətli çalanları var. Ədalət Nəsimov onu yaratdıq. Mən sazın dinlənməyini ümumiyyətcə istəyirəm. Əmrahın, Kamanların, Ədalət Nəsimovun, bax, bunların əlində dilləndiyi kimi dillənsin. Sazın öz dili var. Sazın öz dili Əmrahın, Kamanların, Ədalətin və ondan sonra gələn nəsillərdə bilirsiniz, Çağrı Büyün Ədalət Dərdağlıdır, Ramin Qarayevdir. Bunlar çox gözəl saz çalırlar. Əfqanın özüdür, bayaq yanımızda gördük. Və çoxdur, bu silsilə uzatmaq olar. Bax, sazın dili budur. Yoxsa, bilirsiniz, sazı çalsın, onlara mən aşıq deyə bilmirəm. Tutaq ki, götürüb heç bir söz bilmir. Havacatı bilmir, gedib ancaq şınıq tərələri, tərəkəməyinə çalır. Çalsın, iş ondan da olsun. Ancaq bunlara aşıq deməyi mən qəbul eləmirəm ki. Şeir bilmirəm, ruhani bilmirəm. Yəni, burada olmaz. Bilmirəm, heç hansı tərəfdən, hansı səvkidən sual verim. Çünki o qədər çox şaxəli danışırsınız. Aşıqlıqdan danışaq, aşıqlığın fəndindən danışaq. Aşıq necə olmalıdır? O giprozluq aşıqlıqdırmı? O barmaqları sürüşdürmək aşıqlıqdırmı? Yox. Yəni mən ilk dəfə elə bu yaxşı oldu. Mən ilk dəfə çox gənc idim. Bir hava çalanda bu texniki barmaqları eləyə bilmirdim. Qazaq səhnəsində mənim uşaqlığıma görə möhkəm əl çaldılar. Aşağıdan tuturam, bir termo eləyirəm, başlayaq. Ədalət Nəsimov'a baxıb, mənim uşaqlığıma görə çox möhkəm əl çaldılar.
Ədalət Nəsib Mama dedi, sən belə bu tamaşaçılara baxma, mən sağ ol deyəndə biləcəm ki, sən nəsən, sən heç ki çalamırsan. Və çox gözəl düz dedi. Mən də ondan çox gözəl nəticə çıxartdım. Sonra gördüm ki, Ədalət Nəsibovun bir baş barmağından, çəçələ barmağında vurduğu xalı öyrənmək üçün ay bəs eləmir. Və sağ əlində o effekt almaq üçün. Ona görə də onu o aşılıqdır ki, o tutaq ki, bilirsiniz, saz nə havası deyirsən çalsın, ancaq sazın dilində çalsın. Mən özümə fəxr sanardım ki, mən 7 dil bilirəm. Ancaq 7 dil bilmək, mən ingilisləşmək istəmirəm, fransızlaşmaq istəmirəm. Mənim sazım bütün təsnifləri çalsın, deyir ki, 9'u danışar desən nə dildə, 10 barmaq yerləşir hərəkəldə. Bu nə istəyirsən çalsın, ancaq sazın dilində çalsın. Sazın möhtəşəmliyini qorusun, bizim ruhumuzun möhtəşəmliyini qorusun. Yoxsa heç nə bilmə, sazın o möhtəşəmliyi, o abidəni sındır. Bir gün çox gözəl abidələr qurulur, nəsə tikirik gözəl amma Qız qalasını gedib sarı kraska çəksək nətər alınır? Alınır mı o? Bizim elə bir abidəmizi məhv eləməyə dəyər mi? Sazın öz dili var. Haqqımız var mı? Haqqımız var mı? Mən onu sənətkarlardan... Yaralı yerinizdə, bilirəm sazı mən sənətkarlardan demirəm onu. Sazın başını oynatsanlar Məhəmməd əli müəllim, mən üzr istəyirəm, sizdən də üzr istəyirəm. O qədər gözəl danışdınız ki, bugün mən şəxsən oxumaqdan çox dinləməyi xoşladım. Mən Məhəmməd əli müəllimin dediyi fikirləri təkrar yox, təkrir edirəm, ona qoşuluram. Bugün əsl sazımızın o dilində danışan verilişlər aparmaq üçün siz gələydiniz. Allah sizə yar olsun. Təşəkkür edirəm. Yox, mən də bu sazı belə təbliğ eləmək lazımdır. Mən üzr istəyirəm. Biraz ardasa bir neçə gün bundan öncə mən bir verilişə baxırdım, adını deməyəcəm. Bəli. Mən durdum, puntu götürdüm, televizora keçirdim. Və mənim evimdə olan ailə üzvlərim mənə gördüm, çox elə belə hamısı belə baxdılar ki, bəs atam sazla yaşayır. Atamın hər dəqiqə sazı bizim evdə ən yüksək pillədə durur. Bəs bu saz çalınırdı, sazı niyə keçirdi? Niyə bu kanal dəyişdi? Dedim, o sazın dilində oxunmurdu. O sazın dilini çalmırdı. O saz üstünə döyüldü. Saz yerində deyildi. Bəli. Ona görə də mən təşəkkür edirəm. Və təşəkkür edirəm ki, belə gözəl insanları bugün çağırmışsınız ki, bugün sazımızın dilinə danışır. Bilirsiniz, Çiçək xanım, bəla hardadır? Bəla nə sizdə deyil, nə aşıqlarda deyil. Bir ayrı bəlamız da var. Bir gün Nizaminin yurdunda yox. Nizami deyirdi ki, qiymatlıya qiymət verməyi bacarmaq özü ondan da qiymətlidir. Bəli. Qiymatsıza qiymət verən özü ondan da dəyərsizdir. Nə gözəl. İndi bir anlığa bir bəlamız da var ki, o sənəti ucuzlaşdıran bir adamın sənəti göylərə qaldıran insandan aşağıda tutanlar var. Bəli. Bu məni bağırdır. Bəli, hər birimiz ağırdır. Bilirsən, bu cəmiyyətdə belə şeylərə biraz xalqımız özü də milli mənəvi dəyərlərin hər bir şeyinin qoruyucusu olmalıdır. Torpağından tutmuş sənətinə, sənətindən tutmuş, hamısı bizim deyilmi? Bu sənət də bizim deyilmi? Axı, bunu gör əsrlərdən bəri süzülə-süzülə, damla-damla gəlib bu günə çıxıb və bunu çiynində qaldırıb bu sənəti bizlərə çatdıran, möhtəşəm bir abidəyə çevirən insanlar var. Bax, elə bir Ədalət Nəsibov yaşayır bizim aramızda. Allah ona can sağlığı versin. Ustadlardan cilalanmış, Tanrıdan bizə pay gəlmiş. Gəl o sazı, özü də ustad nədir? Bunlar mən Aşıq Əkbərin də yubileyində bu çıxış eləmişəm, təkrarçılığa yol vermək istəmirəm belə. Bu ustadlar nə elədilər? Özündən əvvəlki ustadları da yaşatdılar. İndi Əfqan, mən, siz, bizim atamız Qurbanını nə görməmişik, İlent yazısı yox, Xəstə Qasımı nə görmüşük, Abbası nə görmüşük, Ələsgəri nə görmüşük. Və biz nədən bilir yolların sənəti möhtəşəmdir? Onu bizə olduğu kimi çatdıran, çünki yollardan sürüb gələn sənəti kamandarlar, əmrahlar, ədalətlər, əkbərlər, imranlar və bu sıranı uzadaraq bu insanlar çatdırdı bizə. Onlar hər dəfə ağzından od qalxır, onlar haqqında danışanda ki, Aşıq Mirzə belə oxuyardı, Əsəd belə oxuyardı, filankəs belə oxuyardı və doğrudan da onlar da ustaddan aldın. Bu möhtəşəmlikdə sənəti birdən-birə sən atasan, ayaq altda, bu o dərəcədə, nə dərəcədə uyğundur Çiçək xanım, nə dərəcədə düzgündür ki, sənəti çox ucuzlaşdırasan,
Hatta Və deyərsən ki, xalq bizi belə sevir, xalq bizi belə qəbul eləyir. Hansı xalqın bilirsən, adına Səməd Uğurun danışır? deyirdi, çox da tərəfləmə ana vətəni, bu qılıncı olmasa dedərlər məni. Mən bu xalq sözündən də bir də bir söz deyim. Ben Bəyək efirdə əvvəlində dedim, bir də qaydıram. Xalqı çaşbaş salan sənsən. Xalqı günahlandırmıram. Xalq mənə inanır. Bəli. Mən çıxıb səhnədə, axı xalqın öz sənəti var. Siz aparıcısınız, bu yoldaş aşıqdır, biri həkimdir. Mən gedirəm həkimin yanına, həkim mənim əlimi səhv sarıyırsa günah onundur, məndə günah deyil. Axı xalqın öz sənəti var. Xalqı nə eləyim ki, sən səhnəyə çıxıb xalqı tərs köyləyirsən. Xalqı tərs istiqamətləndirirsən. Bu da var axı. Bəli. Qız qalasının nə dili var qalıb orada, o mən gedib onu soyuramsa, kraskalayıramsa, o mənim günahımdır. Axı mən də onu eləməliyəm axı. Xalqın adından da Bu danışmaq bilirsən, xalq onsuz da hamı bilir ki, efirə çıxırsan 5 dənə dost danışın, sana da pul da verərlər, oynayarsan da. Bugün SMS göndərərlər, qalib çıxar. başlı da buraxmaq olmaz. Mən bunu biraz efirdə demək çətindir ancaq deyəcəm. Narkoman da hamı istəyir ki, götürsün çəksin, o qədər istəyənlər var ki. Bu boyda bizim hüquq mühafizə orqanlarımız görsə gündə tutulur, tutulmalıdır. Çünki bıraxaq elə kim istəyir çəksin də mən istəyirəm, belə olar. Bu da sənətin narkomaniyasıdır da, başına, ağlına gələni ilə, bütün hər şeylə sazın... Bunlara bir qadağa qoyulmalıdır da. Bir muğamımızın başında görürsünüz, nə qədər cavanlar və aşıqlar özü də qorunmalıdır. Hələ mən aşıqlardan bir dəfə götürdüm, bana bir nəfər möhtəbər bir insan zəng elədi, mən də aşıqlara zəng elədim. Aşıqlarımız da çox yüngül işlərə getməməlidir. Heç görürsən bir dənə muğam ustası, bir dənə cavanın gəncindən ustadına, görürsən ki, bir yerdə gedə, nəsə eləyə. Hamısının əlindən öpürəm. Gənclər var, İlkin var, Babək var, Mütəyyər var, çox sıranı uzatmaq olar. Heç bir yüngül, bir nəsə verilişdə görürüm. Nədir bu bizdə hər dəfə? Məhz aşıqlarımız olur. Bu qüsurlar aşıqlar. Yox, onlara mən özür bunu istəyirəm. qoruyanlar da var. Gözəl Mən qoruyanlar onlara var. aşıq demirəm də. O kəsdələ mən aşıq demirəm. Bir yanıq kərəminlə, bir ruhan döndərməsindən aşıq olar. Bilirsiniz, Çiçək xanım, özü də belə... Yanıq Kərəminin özü də bu dəqiqə öz yerində çalınmır, öz O da bir ayrı dərddir. O da bir başqa. O qədər geniş ki bizim dərdimiz. Bəli, Bilirsiniz, bunun axı hamısını burada, bu sazın o gitara çalanlar deyirsiniz çalarlar da. Bu tamam bir ayrı janrdır. Bunlar haqqında danışmağa dəymez. Çünki bunlar aşıq deyirlər. Bəli, heç verilişimiz də orası, vaxtımız da Bu orası. çünki biz buradan aşılıqdan söhbət eləyirik. Bəli. Bu indi kimsə gedib nəsə eləyirsə, biri saz götürüb, ödü gitar eləyir, nəsə çox. Bunu gətirən fikirləşsin, o ev yəsi fikirləşsin və bir də onu aşıq deyən fikirləşsin. Mən buna niyə aşıq deyirəm? Və verilişinə dəyər qoyan, təbii ki, verilişinə, sənətə, aşığa Bu dəyər dəyər qoyan, qoyun ki, mən- elə aşıqları təbii ki, mən məsələn dəvət eləmərəm. O söhbət yox. O əlbəttə ki, mən də Mən o aşıqları dəvət eləmərəm ki, sazı şoya çevirsinlər və əslində heç verilişlərimizdə Yanıq Kərəmin o səviyyədə çalmağı da mən qəbul eləmirəm və özlərinə ya verilişin içində, ya verilişdən sonra mən özlərinə deyirəm, mən Yanıq Kərəmini düzdür, Dədə Ədalət möhrünü qoyub, mən üzr istəyirəm, sizin sözünüzün axarında deyirəm bunu Məhəmməd Ərman. Mən məsələn, burnumun ucu günü Xındı Məmmədin Yanıq Kərəmini. Xındı Məmmədin Yanıq Kərəmsini gəzdirəm bilirsən, mən. Xındı Məmməddə, Əmrah Gül Məmmədovda, Kamandar Əfəndiyevdə və ondan sonra gələn Xanlar Məhrəmovda, Əli Quliyevdə solo saz ifaçılarını deyirəm və o ad çəkmirəm, Büyün Ədalət Dəli Dağlıdır, çox insanlar var da və gənclər şöhrətindən rağmen nə qədər sazı klassik ənənəni, bax burada yerləşən yoldaşların hər biri, bunu qoruyanlar var. Bir də klassik ənənə qalıb kənarda, ondan xəbər olmur. Düşüblər o bayaq dediyim kimi. Özündən də soruşanda bu yazıqların bəziləri deyir, mən aşıq deyiləm. Bilmirəm, bu efirlər buna nə istəyib, bunu nəyə çağırırsa, bu aşıq deyil, nədir bu? Yaxşı, buna da aşıq deyib, aşıq ədalətə nə deyim onda? Gerək onda ayrət tapaq da, Xındı Məmmədə nə adı qoyaq onda? Buna da aşıq, ona da. Belə aşıq mı olur ki? Aşıqlıq belə mi olur ki? Siz bilirsiniz, solo saz çalanların zirvəsində Ədalət Nəsibov dayanır da, Əmrah Gül Məmmədov dayanır. Siz bilirsiniz, onların başında olan sözünü mən qarşısında diz çökürəm. Bir 2-3 ay bundan əvvəl Ədalət Nəsibov yenə Qazağa gəlmişdi. Oturduq, bir 10 saat bir yerdə oldu. And olsun yaradana deyirəm. Mənim şahidim var. O sözləri dedi ki, mən bu 30 ildə eşitmədiyim sözlər yenə də qol deyirəm Allah. Bunlar nə olaydı mən bileyim. Aşıq elə olar, yoxsa çalır heç nə bilmir. Oxumaq bilmir. Oxumaq havacatı bilmir. Bilmir. Sartel çalır, bilmir sartel nətər oxunur. Onun oxu qaydaları nətərdir. Yanıq Kərəm çalır, bilmir o nətər oxunur. Dilgəmi çalır, bilmir o nətər oxunur. Bu nə çalasıdır? El aşıqlardan heç danışmayaq.
bu hal-hazırda məclisimizin qonağı olan aşıqlardan daşıma sözü bundan verək. Vaxtımız yel kimi uçub gedəcək. İndi Məhəmməd Ərməlim bir-iki ifalarını alaq. Mən bilirəm ki, yaralı yerlərimiz, məqamlarımız o qədərdir. Çox gözəl olar. Aşıq Əfqandan gəlsin bir gözəl havaca. Ay Allah. Ay Allah, belə də gözəl olarmı? Şimdi qələm çəkən nə gözəl çəkir. Üzüzə göz-gözə sehirlənmişik, nə gözəl əl çəkir, nə gözəl çəkir. Şahla gözlüm gözəllikdə bircəsən. Şahla gözlüm gözəllikdə bircəsən, bu səməndə bir mən olan bircəsən, neynəş? Arya bak, zanım ay bala. Arya bak gül üstündə bircəsən, gör gülün nazını nə gözəl çəkir. Salma gəl Məmmədi gözündən gözəl. Gözüm gözümü görüb gözündən gözəl. Ağzından ölmüş neynim ki gözündən gözəl. Nə bir könül doyur, nə gözəl çəkir. Gel salma Məmməd gözündən gözəl, gözümü görüb gözündən gözəl. Mən ölmüş neynəyim gözündən gözəl. Nə bir çölim doyurur, nə gözəl çəkir. Vay vay ölürəm anam. Baxan geyrəyim, bəbirdə baxmayıb boyuma. Baxan geyrəyim, bir də baxmayıb boyuma. Ay Allah'ını bəxtə verir, gözəl sən azan Allah. Gözəl sən azan alan, gözəl sən. Beçoxların saldım odan oyuna zal ben öldüm. Baygın oldu neçələri. Gözəl sən acayla, gözəl sən acayla, gözəl sən.
Anam deyir bir de bakın boyuna. Ay Allah'ım bəxtəvəri gözəlsən. Çoxlarını saldın o da oyuna baygın oldu neçələri. Gözəlsən. Sirri duası həkk olunub gözündə. Bu ofsundan həzz alırsan özündə. Neynim qara xallar dənələnmiş üzünə mat qoymusan. Cavanları gözəlsən. Zahid sönmez ister alemeyi kınıya. Ben doluftum senin kimim, sonuna ceylan. Ben öldüm ceylan, ben öldüm ceylan. Ben öldüm ay sanam ben olmayı. Ve halal olsun ey ay sen bakan ey arıyla. Ağrı kalbi muhteserim. Çözersen azan ala, çözersen azan ala, çözersen ay zalim, çözersen. Zahid dönmez. İster alem kınıya. Ben doluptu senin kimi sonuya. Halal olsun seni doğan anıya. Halal olsun seni doğan anıya. Ayşe hanım valla muhteşem güzelsen. Güzel sensin, güzel sen. Eşk olsun, eşk olsun. Teşekkür ediyorum. Əfqana bir daha təşəkkür eləyək Məhəmməd Əlməli. Mən bilmirəm Əfqan mı şirin oxudu yoxsa hava mı şirin idi? Necə bildiniz? Bir ıslaq gözü də Hər ikisi də var idi. Gözəl oxudu ha. Bəli, bəli. Şirinlik çox gözəl. Əfqan həm də eşqlaşdı. Sözü də çox gözəl yedizdirə bilir. Yəqin o da Ümumiyyətcə sənətkarda eşq olmalıdır. Eşqsiz nə ola bilər ki? bəlkə də o eşqinlə təsir eləyir o da. Mən həmişə demişəm Çiçək xanım, Əfqan musiqidir. Bədən bütün musiqidir Allah. Bəli. Elədir. Təşəkkür eləyirik bir də ancaq Naxçıvanın da çox gözəl. Ancaq Məhəmməd Əlməli suallarımız çoxdur. Təbii ki, Naxçıvan havasından bağlı mənim özümün də ürək sözlərim vardı. Yəni o sazda yenilik məsələsindən bağlı danışmaq istəyirdik. Mən Təbrizdə Ozan qrupunun bir Naxçıvan havasına, bir yeni versiyasına qulaq asdım. İnandırım sizi Məhəmməd Əlməli. Mən elə bildim, getdim. Cənnətdə o nə bilim huri mərəhlərə qulaq asdım. O müşkəmbəri oxudum, gəldim. Elə gözəl Ozan qrupu, yəni Fərman Fərzinin rəhbərliyi ilə Məhbub Xəlil, bir də Novruz Çəməni, bəli. Novruz Çəməni bir dəhşətli Naxçıvanı oxumuşdu. Ürəyim getdi. Hardasa ibadətin balamanında da o gəzişmələri gördüm, yadıma o düşdü. Və buyurun. Bilirsiniz Çiçək xanım, ümumiyyətcə hər bir işdə yenilik lazımdır. Ancaq o yenilik lazımdır ki, o yenilik gəlib o öz effektini ala bilər.
çoxu istəyir ki, indi o da bəzi o sazın başını oynayanlar da deyə bilər, mən yenilik eləyirəm. Elə yenilik yox. Mən sizlə də dəfələrlə görüşümdə demişəm ki, mən Çingiz Mehdiporovun, Fərman Fərzlinin, illah da Məhbub Xəlilin ifasında olan havaların hamısını elə alqışlayıram ki, mən deyirəm bəlkə də elə bilirəm məndən çox onu sevən yoxdur. Çünki klassik ənənə yerində ancaq müasirlik də bal kimi. Bəli. İndi burada bizim Balabanda qardaşımız İbadət burada əyləşibdir. Ümumiyyətcə, hər adam elə bilir ki, balabanla çalmaq, ümumiyyətcə bir neçə instrumentin içində çalıb oxumaq elə qədər də asan məsələdir. Siz təsəvvür edirsiniz, indi həmin onlar, o dalğa qrupu, o ozan qrupu, bir havanı ərsiyə gətirmək üçün mən dərdim bəlkə aylarla çalışıblar, zəhmət çəkiblər. Üstlərində də bir kamil onların bir müəllim ki, onu nəsə eləsin. İndi bir balabançını bir də görürsən, aşıqlar toya gedəndə ya bir vadar lazım olanda aparır. Heç bir məşqi yox. Sazla balaban, ədalətlə rəhmətli Cümşüd var idi. Onların bir ifasında qulaq asaydı. Tarla kaman necə deyişir? Sazla balaban elə deyişməlidir. Bir-birinin yolunu gözləməlidir. Və hər aşıq balabanla çalıb oxumağı bacarmır. Yəni onun özü xüsusi bir sənətdir, xüsusi bir qabiliyyət tələb eləyir və bir gün balaban sənəti də demək olar ki, bizim itməyə üzrədir. Bizim Elxan çox gözəl balamançımızdır. Ustad balamançımızdır. İbadət bizim yanımızda əyləşib qardaşımızdır. Çox gözəl aşıq yolunu, sərdardır və çoxdur bunlar. Ancaq bunları qorumaq lazımdır. Aşıqlarımızda rica edirəm ki, bunları qoruyun, bütün məclisləri aparın. Daldıydı nəsə bu. Çünki balabanla çalmaq, balabanla oxumaq hər aşığın həddi deyil. Mən səmimi deyirəm. Bunu görürsünüz o indi İranda, görün o balaban olmasa o ansambl effekti ala bilməz. O effekti ala bilməz. Görürsünüz orada, o nə gözəl orada kompozisiyalar, qruplar, necə o musiqiyə müqəddimələr yazıblar. Axı onlar artıq böyük sarayları doldura bilirlər. Çünki klassikanın üzərində Aşıq Əkbər oxuduğu, Aşıq Kaman, məsələn, Məhbub Xəlil ən çox Aşıq Kamanlar nəfəsinin üstündə deyir. Ancaq başqaları. Ancaq sən görürsən ki, onun üzərində klassik ənənənin üzərində müasirlik elə gözəl qurulub ki, artıq ən böyük sənətçilər belə mən ünsiyyətdə oluram da. Mən görürəm ki, bizim çox böyük xalq artistlərimiz olabilir, ancaq onlar əhsən deyir. Bizim Respublika sarayının dəfələrlə onlar gəlib doldurublar. Mənim onlarla da çox yaxşı belə dostluq münasibətim var və əlaqə saxlayıram. Çox gözəl alqışlayıram ki, mən də istəyirəm ki, bizdə də qruplar yaranır. Ancaq o aşıq ruhunu hələ tuta bilməyiblər. O ruhu tutmaq lazımdır. Bilirsən, o nəysə çala bilərsən, uvertu da çalarsan, misri də çalarsan. Ancaq onu sazın ruhunu tutmaq lazımdır. Bayaq dediyim məsələ, bu çox incə mətləbdir bu. Sazın ruhunu tutmaq lazımdır. O oxuyan elə oxumalıdır ki, o oxunun içində yenə Əkbər iyisi gəlməlidir, İmran iyisi gəlməlidir, Kamandar nəfəsi gəlməlidir. Orada yoxsa çox yüngül, cılız yox. Məsələn, çox primitiv formada yox da. Bax, o iyi gəlməli. Bəli, ona görə biz elə Ozan qrupunu, Dalğa qrupunu ona görə alqışlayırıq ki, doğrudan da elədikləri o improvizələr də, o yeniliklər də hamı tərəfindən, bəli, bütöv salonlarda qəbul olunur. Bəzi adamlar ritm deyir, aşığın ritmi olmalıdır. Ümumiyyətcə, musiqidə ritm önəmli bir məsələdir. Ritm deyəndə hamını ağara başa düşür və çox böyük səhv eləyir. Bəziləri danışır, bir də görürsən, aşıqlarla ünsiyyətdə olursan. Ritm deyəndə ünsiyyətdə oluruq, onlarla ünsiyyətdə oluruq. Görürsən, tez-tez ritm soruşursan, ritm nədir bilmir. Elə bilir ki, elə ritm deyəndə nağaradır. Ritm ölçüdür. Ölçünü sən əlində ağzında elə düz bölməlisən ki, ona xüsusi qabiliyyət tələb eləyir. Nağarası sənin ritmin düz olmalıdır. Köhnə ustadlar deyirdi, əlin ağzını düz deyil. O çalğı deyil. O özünə elə kök və elə ritmi tutmalısan ki, o ritmdən çıxmamalısan. Gecikməməlisən. Bir zərgər dəqiqliyi qədər gecikmək və tezləşdirmək olmaz. Bunu tutmalıdırlar. Amma indiki aşıqlar çox vaxt belə gedir. İndiki nədir, köhnə nədir? Hamısı ritmdən çıxır. Hamısı yox da, çıxanlar da var, xarici oxuyanlar. Bilirsən? Əfqar ritmdən çıxır da, yox. Hamısını demək olmaz. Ritm deyəndə bizdə hələ, ümumiyyətcə ritm, aşıq sənətində biz çox sadə ritmlər üzərində dayanırıq. Ritmin özü çox qəliz, çox vacib bir məsələdir və ritm deyəndə belə götürək. Siz özünüz şeir yazırsınız, şairəsiz. İndi belə götürək, şeirinizin qoşmanız biri 11 əcəl olsun, bir sətri də olsun 14, biri də olsun 12.
xoş gələrmi, heç alınarmı? Bəli, Ritmdən çıxmaq da onun kimi bir şeydir də. bəli. Bu ölçüdən çıxmaq olmaz axı. Məhəmməd Əli, mən bilirəm ki, hansı sahədə, hansı səpkidə bu sənətin baxımından danışsanız, sizin sinəniz doludur və yetərincə bilginiz və sözünüz var. Azcana da o havacatlardan, yəni qısaca deyəsiniz ki, bizim aşıqlarımıza da ifalarına yer çatdıra bilər. Yəni elə sözlər var ki, havaların üstündə möhürlənib və havaların adını özündə daşıyır. Tutaq ki, Kərəm Gözəlləməzin Mirzə dayını daşıyır, Dağlar Dübeytini daşıyır. Ya Aşıq Abdının İncə Gülüsünü duman bir gün salamat. durub çıxdım Gülşən Seyirlə, gördüm ki, Məmməd Arazın sözü ən çox. Hər özünün əsas sözü duman də. salamat qaldı. Hə, dağ salamat qaldı. Burada bir incə mətləb var. Bu Burada dedi bax mən demək istədiyim oydu. Bu sözün mü gücüydü yoxsa o aşığın mı gücü? hamısını. Əgər bunun biri zəif olsa, bu effekt almayacaq. Tutaq ki, belə götürək də, Səməd Nurunun Dağlar şeiri söz öz güclüyündə qalır. Onu zəif bir sənətkar, ilk dəfə Əmrahla Kamandar Dübeyti üstə oxumasaydı, zəif bir sənətkar oxusaydı, o Dübeytinin effektini verə bilməsəydi, o söz o havada yaşamayacaqdı. Bəli. Və yaxud İbrahimi, Aşıq Kamandar Əfəndiyev, İbrahimi də Ana mən qəribəm, o gücdə oxumasaydı, götürüb Aşıq Kamandar onun başqa hava üstündə oxuyub, o qüdrəti orada yaratsaydı, elə də qalacaqdı. Deməli, burada nə var? Ancaq sözdə də gərək o qüdrət ola. Hamısı bir-birini tamamlayanda, həmi gözəl qadının özü gözəl ola, həmi paltar gözəl ola, həm də ona yaraşa. Onda, bilirsən, hamısı cəmlənir. Biri zəif olsa, o onda cəmlənmir. Ona görə də bu çox vacib məsələdir. Aşıq Əkbər, söz də gözəldir. Hüseyin Arifin sözü, Hansı sözünü deyirsiniz? Ay Mirzə dayı. Mən 5-dəykən Bəs Aşıq Əkbərin Mirzə Canısının da belə onda deyək Kürt balası tutaq ki. Hə. Həyatın varlığı gözlərindədir. Ay Kürt Ay, balası. Maral Deməli, tək oxuyan- baxırsan, ay Kürt Ay Kürt balası. balası. Oxuyan elə oxuyur ki, oxuyan elə oxuyur ki. Eşqin ateşinə düşən aşığı yandırıb yaxırsan, ay Kürt Ay balası. bircə bəndə oxu da şöhrət. Sassız oxudan olar, Oxu. hə? Oxu, Sassız oxu. oxu, hə? Həyatın varlığı gözlərindəydin. Maral tək baxırsan belə, ay Kürt balansan. Eşqin ateşinə belə düşən aşığın. Yandırıb yaxırsan, ay Kürt balası yeri ceyranım, yeri tərlanım, qoy qadan alım. Ay sağ ol. Sağ ol Ayşə. Yandırıb yaxırsan, ay Kürt balasın, ay Kürt balasın, ay Kürt balasın. Ay çox sağ ol. İndi bir anlıq Sassız fikirləş. oxumaq Bəli, ləzzəti. yox, elə sassız da ləzzət. Elə havalar deyən, o ifaçının özünün gör məharətinə bax ki, hansı havanı, hansı sözü nə tər oxuyursa orada möhürlənir. Bəli. Bu, mən yenə deyirəm, Sona Bülbülləri Qədir Üstəmov gördünüz, nə zirvədə oxudu. Bəli. Artıq möhürləndi. Ədalət Yanıq Kərəm nətər çaldı, möhürləndi. Aşıq Kamandar onun kimi, Əkbər Cəfərov onun kimi, İmran onun kimi. Axı, burada hamısı cəmləndi. Bəli. Aşıq Əkbərin özünə məxsus yaxşı şeylər də var. Bir şeirini demək istəyirəm, ustada rəhmət, istərə can sağlığı. Gözümü açanda, ağlım kəsəndə, oğlum çəkmə çox da qəmi dedilər. Doğuldum kür üstə, seyr etdim kürü, kürün üzündədir gəmi dedilər. Sancıldım yurduma, göyərdim, bitdim. Boy atdım, böyüdüm, məclisə getdim. Mən sazı özümə havadar etdim, aşıq bizə çal kərəmi dedilər. Qarşıladıq neçə-neçə yazları, yaş ötdükcə təzələdik sazları. Dünən əmi dediklərimin qızları, bugün mənə Əkbər əmi dedilər. Ustada rəhmət, istərə can Çox sağ olun. Elə o sözün Əkbər Cəfərovun adını çəkdi. Elə onun Mirzə dayısı da elə, yəni orada da söz də, ifa da hamısı Bir bağlayır da bəli, bir-birini. bağlamışdır. Sözü Hüseyin Arif yazır. Bəli, bəli. Mən 5-dəşən Şey- Hava laylamısan çal. Kərəmin- Kərəm Kərəm gözəlləməsidir, oxuyan da Əkbərdir. Oxuyan da Əkbər Cəfərov. Niyə bənilməsin? Bəli, ona görə möhtəşəm alınır. Mən üzr istəyirəm, Aşıq Ələsgərin bir fikri var, gözəl haqqında deyir. Görürsənmi oğlum baxan gözəli, tərlan kimi necə cilvələnibdir. Öz nurundan xərq eyləyib ilahi, qaşları qüdrətdən sürmələnibdir. Sənin gözəl ağacından yıxılayıb. Xoş sıhhatda xoş gəlibdi cahana. gözəllərdən danışacaq. Gözəlliyinə yoxdur qüsur bahana. Qan dəzilibdir ədişədənə, qaymaq dodaqlara bal bələnibdir. Bu boyda gözəlliyi deyir, onunla deyir Ələsgər qurbandır belə gəlinə. Son hakimizin veşqin gölündə. Gümüş kəmər xub yaraşır belinə, yaxası qızıldan düymələnibdir. Da bu gözəli niyə qurban olmayasın? Aycan, aycan. Aşığımız gəlsin, Məhəmməd Əli müəllim, vaxt itirməyək.
Knyazdan bir ifanı da alaq və sonra verilişimizi yekunlasın. Deyir belə balı bey çələyleme yamanlı. Aynen balı ben çorawlı deyiləm. Hele indən belə yaxşılığın günüdür. İnan balı ben çorawlı deyiləm. Ha belə indən belə aman 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 yaxşılığın günüdür. İnan bol mən çorawlı deyiləm ay qadan alım. Deyir belə çorawlı deyil ana dərdin alın bir belli belde. Ay çəlli belde döyran quran dəldə. Hele yazad mürey şendire yatamalıdır. Lan balı ben çorawlı deyiləm. Hele yazad mürey şendine abudum 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 yar har sevrem ay sana atamalı der inan bol men çorawlı deyiləm ay qadan Allah'ım. Bax beləcə Aşıq Knyaza da təşəkkür eləyib verişimizin gəlib yavaş-yavaş sonuna çatdıq. Məhəmməd Əli müəllim hər gecənin bir səhəri, hər qışın bir baharı, hər şeyin bir zamanı olduğu kimi bizim verilişimizin də özünün efir vaxtı, efir zamanı gəlib sonuna çatdı. Mən elə bu dəyərli aşıqlarımıza da, balamançımıza da elə bunların timsalında və bunların başının, yəni kölgəniz bunların üzərindən əsik olmamaq şərtindən elə Məhəmməd Əli Məşədiyev sizin özünüzə təşəkkür eləyirik ki, gəlib sazın, sözün axarında verilişin sonuna çatdıq. Sonda bəlkə ürək sözlərinizi olardı, ya demək istəyərsinizsə buyurun və mən verilişi qapayım. Çox sağ olun Çiçək xanım, bizim sazımıza, sözümüzə, ümumiyyətcə milli mənəvi dəyərimizə çox önemli, güzel yer verirsiniz ve dönə teşekkür ederim. Bu gün de bizim için zahmet çektiniz. Bizim de borcumuzdur ki bu sazı sizlerle beraber size kömək eləyib, sizin necə deyim arxanızda dayanıb bu sənətin keşiyində möhkəm dayanaq. Mən də bu gençlərə mutluyam. Burada iştirak edən bir çox gənclər var. Onlara təşəkkür edirəm ki, onlara da sağ ol deyirəm. Sağ olun, sağ olun. Üzü Borçalıdan Şirvana, Şirvandan Təbrizə, Təbrizdən bütün bu coğrafyanı əhatə edir. Bu klassik ənənəni daşıyan gənclərə artıq o yaşlı nəsil onsuz da bu sənəti də işlətdi, adını da aldı, dövrəni də vurdu başa. Bu gənclər özləri qorumalıdır. Onlara qarşı özləri mübarizə aparmalıdır. Sənəti ucuzlaşdırmamalıdır. Oturuşuna, duruşuna, çalğısına, oxusuna fikir verməlidir. Və gələcəkdə də bunlar da yaddaşlarda qalmaq üçün bu sənəti mən dediyim kimi, yəni ustadlarının, babaların yolundan davam elətdirməlidir. Sizlərə də can sağlığı, bir daha əziyyət çəkdiniz. Təşəkkür edirik. Xalqımıza da çox sağ ol deyirik ki, vaxt ayırdı, bizi dinlədi, bizə dinlədi. Onlara da xoş ovqat arzu edirik. Xoş arzu təəssüratla da hər kəsin kimin nə işi var.
İndən belə efirdən sonra Çin olsun. işləri Çin olsun. Hər birinizə bir daha təşəkkür eləyirəm. Vaxtın zamanın axarında sevgili tamaşaçılar bilmədik bizi ayırdığınız bu zamanı necə dəyərləndirə bildik və sizi yormadıq ki, belə deyirlər ki, həyat insanı yormur, insan insanı yorur və həyat torpaqdır. Quyunu qazanlar isə insanlardır. Biz isə quyu qazanlardan deyilik və arzumuz, diləyimiz, məramımız, məqsədimiz budur ki, quyu qazanlardan olmayın, eşq toxumu əkənlərdən olun. Eşq nədir ki? Yerdən yerə vurmaq, yardan yara tutulmaq deyildir ki, eşq. Yer yerindən oynasa da yarı ürəkdəki yerindən oynatmamaqdır eşq. Və düşüncəniz sözlərinizə, sözləriniz hərəkətləriniz isə taleyinizə təsir edirsə, odur ki, günün istənilən məqamında, hər anında, hər dəmində gözəl sözlər könlünüzün, ürəyinizin təmsilçisi olsun, gözəl sözlər yol yoldaşınız olsun, dilinizin, üzünüzün, gözünüzün bəzəyi olsun. Bax, beləcə sazın sözün axarında bu gözəl sözlərlə sizlərlə xudafizləşib yeni həftədə görüşmək ümidindən Allah amanında deyirik. Hələlik. Bayanmaz ayanmaz aman belə heç gidin ey qara gəlməsin bəxtin yarma aman aman elə yana çevrilməsin taxta aman Yere yatıp ayanmaz ayanmaz